İmam Cavad əleyhissalam dünyaya gələndən sonra hamı başa düşdü ki, o zahiri cəhətdən atası İmam Rıza əleyhissalama oxşamır. Buna görə də Vaqifiyyə firqəsi öz istəklərini yerinə yetirmək üçün iddia etdilər ki, İmam Cavad İmam Rızanın oğlu deyil. Ondan sonra şiələrin heç bir imamı olmayacaq. Təəssüflər olsun, imamın bəsirətsiz və həsəd bəsləyən qohumlarından bəziləri də bu iddianı qəbul etdilər. Onlar İmam Rıza əleyhissalamdan istədilər ki, İmam Cavadın əsl atasının kim olmasını bilmək üçün qiyafə tanıyan mütəxəssislərə müraciət etsin. Onlar deyirdi, indiyə kimi bizim aramızda qara buğdayı heç bir şəxs olmamışdır. İmam Rıza əleyhissalam bəzi şərtlərlə bu dediklərini qəbul etdi. Deyilən gündə hamı bağda yığışmışdılar ki, qiyafə tanıyanlar bu məsələni aydınlaşdırsınlar. İmamın qardaşları, bacıları və əmiləri bağda oturmuşdular. Həzrət də iş görməklə məşğul idi. Daha sonra qiyafə tanıyanları çağırdılar ki, uşağın atasını təyin etsinlər. İstəyirdilər bu işləri ilə İmam Rıza əleyhissalamın abrını aparsınlar. Onlar belə dedi, uşağın atası bu cəmdə yoxdur. Daha sonra bağda işləyən İmam Rıza əleyhissalama işarə edərək belə dedilər, uşağın atası bağda işləyən o şəxsdir. Bununla da düşmənin hiləsi aradan getdi və nəticəsiz qaldı.